Tanış olun Honor 600 Lite. Bugün bu smartfonun performansı, kamerası və daxili batareya ömrü ilə bağlı bütün təklif etdiyi parametrləri yaxından araşdıracağıq. Hazırsınızsa, gəlin başlayaq. Əvvəlcə gəlin Honor 600 Lite'ın xarici dizaynına fikir verək. Bu smartfon şəffaf metal çərçivə və göz alıcı ekran sahibdir. 6.6 düyümlük AMOLED ekran, 120 Hz yenileme tezliyi və 1K çözümlüyü təqdim edir. Bu smartfon həmçindəki IP66 sertifikatına sahibdir. Yəni ki, su və toza qarşı davamlıdır. Ekran gövdə nisbəti isə 93.4%dir. Bu isə böyük ekran, böyük görüntü və maksimal həzz deməkdir. İndi isə gəlin daxili parametrlərə keçək. Honor 600 Lite Snapdragon 6 nanometr chipseti ilə çalışır və 8 GB RAM, 256 GB yaddaş təklif edir. Bu konfigurasiya ilə telefon həm gündəlik istifadə, həm də oyunlarda çox rahat və sürətli çalışır. Həmçindəki daxili yaddaşı expandable, yəni ki, genişlənə biləndir. Bulut saxlanması ilə ehtiyacımıza uyğun işlədə bilərik. Snapdragon prosessoru çox optimallaşdırılmış və gündəlik istifadəyə uyğunlaşdırılmışdır. Bəs bu smartfonun avtonomluğu nə qədərdir? Honor 600 Lite bizə 6520 mAh batareya təklif edir və 45 W'lıq sürətli şarj aləti ilə 28 saata qədər bir şarjda video izləmə imkanı var. Həmçindəki bu batareyanın ömrü ən azı 6 illikdir. Yəni ki, 6 il ərzində siz bu batareyanı ümumiyyətlə fikirləşmədən rahatlıqla istifadə edə bilərsiniz. Kamera tərəfdə isə bizi əməlli başlı süni intellekt dəstəyi gözləyir. Çünki burada Honor 600 Lite bizə 108 megapikselli AI portret kamera təklif edir. Əgər fotoqrafiya bacarıqlarınız o qədər güclü deyilsə, işıqlandırma o qədər güclü deyilsə, 108 megapikselli AI portret kamera sayəsində şəkilləriniz gecə belə olsa çox gözəl olacaq. Bundan da savayı 5 megapikselli geniş açılı və AI dəstəkli kamera sayəsində də gecə çəkilişləriniz həm video, həm də şəkillər əla alınacaq. Selfie kamerası isə yenə AI dəstəkli 16 megapikselli kameradır. Həm performansı ilə, həmçinindəki qiyməti ilə əsl cib dostu olan Honor 600 Lite-ı əldə etmək istəyirsinizsə, o zaman İrşad Nəsələn mağazaları, veb-sayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Əgər bu smartfonla bağlı hər hansı bir sualınız yaransa, bu videonun şərh bölməsində qeyd edin və yaxud da ki, +0171 nömrəsi ilə əlaqə saxlamaqdan çəkinməyin. Sağ olun dostlar.